Devam edirik, hörmətli tamaşaçılar. Bugünkü mövzumuz sizə ən çox özgüvən verən nədir? Elə bu mövzunu müzakirə edirik. Studiyamızın qonağı var. Qonağımız psixoloq Aygün Cəfərovadır. Xoş gəlmisiniz Aygün xanım. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, var olasınız. Dəvətiniz üçün təşəkkür edirəm hər birinizə. Təşəkkür edirik, minnətdarıq. Özgüvəndən danışırıq. Biz istərdik ki, Aygün xanım, birinci özgüvən nədir? Özgüvən nəyə deyilir? İnsanlar ümumiyyətlə özgüvəni bəzən səhv salırlar. Xüsusən də ego ilə səhv salırlar və yaxud da mən özgüvənliyəm, mən istədiyimi edə bilərəm düşüncəsinə qapılırlar. Özgüvən nədir və özgüvənli insan kənarda necə görünür? Ümumiyyətlə, özgüvən insanın əslində özünə olan münasibətidir, daxili münasibətidir, özünlə olan münasibətidir. Yəni, mən özümə necə yanaşıramsa, necə baxıramsa, bu mənim özgüvən səviyyəmi bəlirləyir. Və biz insanların da özümüzə olan münasibətimiz əslində uşaqlıqdan formalaşan bir münasibətdir. Yəni, bu necə? Valideyn uşağa necə yanaşırsa, zamanla, illərlə və bu insan şəxsiyyət kimi formalaşarkən onun özünə olan münasibətini bəlirləyir. Məsələn, əgər ailədə bir valideynlər uşağa qarşı həddən artıq çox tələbkardırsa və daima müqayisə edirsə və daim aşağı dəyərləndirirsə, bu insan hansı statusa malik olmaqdan asılı olmayaraq hər zaman uğurlarını aşağı dəyərləndirəcək ki, yəni hər dəfə yetərsizlik hissi, bunu dəfələrlə rastlaşırıq ki, insanlarda daima yetərsizlik hissi pik səviyyədədir. Baxırsan ki, uğurlu insandır, amma o qədər yetərsizlik duyğuları var ki, o qədər aşağı qiymətləndirir ki, öz uğurunu, yəni özgüvənli görsənə bilmir. Amma baxırsan ki, insan heç o qədər də uğurlu deyil, o qədər də yüksək statusa malik deyil, yəni sözün əsl mənasında. Amma o qədər özünü yüksək dəyərləndirir ki, heç əsasları yoxdur bu dəyərlərə, bu bilik bacarıqlara malik deyil və yaxud da hər hansı bir nailiyyəti yoxdur. Bu əslində dediyiniz kimi boş egoya gətirib çıxarda bilir. Əslində sağlam ego ilə bizim cəmiyyətimizdə sağlam ego ilə ego anlayışı o qədər yanlış anlaşılır ki. Yəni ego anlayışım normaldır sizcə? Ego anlayışı sağlam egodan söhbət gedirsə çox normaldır. Əgər sağlamlıqdan söhbət gedirsə, yəni bu balans deməkdir. Sağlam ego balans deməkdir. Yəni sənin var olan bacarıqlarınla varsa, onu əldə edirsən və çatmaq istədiyin nöqtə üçün vuruşursansa və özün üzərində çalışırsansa, sağlam egoya və sağlam özgüvənə çata bilərsən. Aygün xanım, biz egonu belə başa düşürük ki, ego digərlərindən özünü daha üstün görməkdir. Bəli. Bu sağlam necə yanaşma ola bilər? Yəni, baxın, əgər sizin hər hansı bir sağlam özünüzə güvənəcəyiniz həqiqətən də, yəni bilik bacarığınız var, deyirsiniz ki, mən bu bacarığıma %100 güvənirəm, tamam mı? Və X bir insan o bacarığı yoxdur, amma görürsünüz ki, həqiqətən o bacarığı yoxdur, amma o da deyir ki, mənim də bu bacarığım var, amma baxırsan ki, heç bir nailiyyəti yoxdur o sahədə. Siz bu xüsusiyyətinizə görə özünüzə güvənə bilərsinizmi? Özgüvən olar da hər halda bu. Təbii ki, yəni bacarığınıza əminsiniz. Burada egolu danışa bilərsiniz artıq. Yəni deyə bilərikmi, mən hamınızdan yaxşı bilirəm, əlavə danışmağa ehtiyac yoxdur. Bu artıq narsist kimi görünür kənarda. Mən hamınızdan yaxşı bilirəm, yox da mən bu bacarığıma güvənirəm, sən də güvənə bilərsən. Yəni siz bunu anadan gələndə öyrənməmişsiniz, zamanla öyrənmişsiniz. Düzdür, bu nailiyyətə zamanla çatmışsınız. O insan da çata bilər. O ego odur ki, o insanı alçaldırsan, boş ego. O insanı alçaldırsan, özünü daha yüksək tutursan. Mən bu bacarığı müəyyən nailiyyət nəticəsində, müəyyən enerji nəticəsində, müəyyən sərfiyyat nəticəsində əldə etmişəm. Düzdür, bilik və bacarığı. Amma o insanı mən alçalda bilmərəm ki, səndə bu yoxdur, amma məndə bu bacarıq var. Bu boş egodur. Amma sağlam ego odur ki, məndə bu bacarıq var, sən də bunu əldə edə bilərsən. Başa düşdüyümüz odur ki, hər insan az-biraz egolu olmalıdır, amma sağlam egolu olmalıdır. Sağlam ego. Əgər bilik və bacarığımız varsa, biz özümüzü qiymətləndirməliyik. Biz özümüzü beyin elə bir, bizim insanların beyni elə bir funksiyası var ki, biz bilik və bacarıqlarımızı, nailiyyətlərimizi özümüzə qarşı başlanğıçda nedir? Özümüzə olan münasibətimiz qiymətləndirməliyik ki, növbəti pillədə artıq daha əlavə özgüvən səviyyələrinə qalxa bilək. Az əvvəl dedik, ego, sağlam ego, bir də boş ego var. Bəs boş özgüvən deyilən bir şey varmı? Misal, mənə görə var və mən bunu özünə deyil də, arxasında olan bəzi şəxslərə güvənən insanlara nəzərən deyə bilərəm ki, bu boş özgüvəndir. Sabah o insanlar olmayanda özgüvən itəcək. Bəli. Bəli. Bir də bu insanlar əsasən uşaq pozisiyasında olan insanlardır. Siz görə bilməzsiniz ki, elə bir insan yetişkin pozisiyasında olsun, yetişkin kimi öz bilik bacarıqlarına, düşüncəsinə, qərarına güvənən olsun, öz məsuliyyətini götürən biri olsun və o insan desin ki, mən arxamdakı insana güvənirəm. Yox. Mümkün deyil. Mümkün deyil. Bəs insanın ata və anasına güvənməsi? Zaten bu bacarıq bizə ilk öncə ata-anadan gəlir.
Əgər ata-ananın bizə olan münasibəti, bizdə o özgüvəni tetikləmirsə, biz əgər mənə özgüvən hissini tetikləməyən, yəni necə deyim, formalaşdırmayan bir ata-anaya nə qədər güvənə bilərəm ki? Nə qədər cəmiyyətimizdə ata və anasına güvənməyən insanlar var? En qədər. Var. En qədər, həqiqətən. Yəni əgər o valideyn uşağına, evladına özgüvən hissi vermirsə, o uşaq elə ən böyük problem də odur da, cəmiyyətimizdə bu dəqiqə güvənsizlik qədər problem bilirsiniz nə qədərdir? Güvənsizlik hamısı ailədən gəlir, ata-ananın vermədiyi o güvənsizliyin nəticəsidir ki, bugün insanlarda münasibətlərdə hər zaman güvənsizlik problemi yaşanır. Azərbaycanın ən böyük problemlərindən biri məhz budur. Bəli. Özgüvənsiz olmaq. Bütün münasibətlərdə, istər iş əlaqələrində, istər partnyor münasibətlərində, istər bütün münasibətlərdə gəlin baxın, ətrafınızdakı insanları bir analiz edin, görün nə qədər münasibətlərdə problemlər var və hamısının kökünə düşsəz görəsiniz ki, bir-birlərinə qarşı güvənsizlik və güvənsizlikdən yaranan fərqli problemlər. Biz görə bilərik ki, məişətdə hər hansı bir problemlər, münasibətlər hər hansı bir problemi, amma kökünə düşəndə, dibinə düşəndə, o deyir, yaranın lap dibinə düşəndə görürsən ki, güvənsizlik problemidir. Əgər bir ailədə böyüyən uşaq, ata və adam, ilk gördüyümüz qadın-kişi obrazı kimi olur? Ata-ana olur da. Əgər mən gördüyüm ata-anada qarşı güvənsizliyim varsa, qarşımdakı insana qarşı nə qədər güvənə bilərəm ki? Doğrudur. Bizim qoyduğumuz, buyurun, buyurun. Bəzən Aygün xanım özgüvəndən, özündən razılığı səhv salırlar. Bəzən deyirlər ki, məsələn, kənardakı ən çox qınaq obyektinə çevirirlər ki, çox özündən razıdır, heç kimi bəyənmir. Bəs bunu ilə özgüvən arasında hansı fərq var ki, yəni elə düşünmək olar ki, yəni sən özündən razısan və yaxud da özünə güvənirsən? Baxın, burada da yeni balans söhbəti çox önəmlidir. Baxaq görək o özündən razı olan insan nə qədər əsas və faktlar var ki? Niyə özgüvənli insanları indiki cəmiyyətimiz qəbul eləməkdə çətinlik çəkir? Onun adını, mən deyim də belə, qoyurlar ki, özündən razıdır. Çünki cəmiyyətimizdə o qədər özgüvənsizlik pik səviyyədədir ki, kimsə özündən razı olarsa, biz cəmiyyət olaraq deyirik ki, əslində şüuraltımızın tərcüməsi budur. Mən özümdən bu qədər razı deyiləm. Sən niyə özünə bu qədər icazə verirsən ki, razı olmağa? Sən niyə bu qədər uğurlu ola bilirsən ki? Və cəmiyyət olaraq çalışırıq ki, o insanı daha da aşağı salmağa ki, sən bu qədər özündən özgüvənli ola bilməsən. Mən bu dediyim söz, cümlə əslində əsaslı faktlı özgüvənə əsaslanır. Boş özgüvənə aid deyil. Yəni, biz ümumiyyətlə insanlarımızda çox təəssüf ki, bu özgüvənsizlik hissi, baxın, bir insanda əgər özgüvənsizlik pik səviyyədədirsə, özgüvənli insanları qəbul etməyəcək. Niyə? Çünki insanda axı o hiss yoxdur. O qədər sən kamil olmalısan ki, o qədər yüksək, yəni özünü düzgün qiymətləndirməlisən ki, bu insanda bu xüsusiyyət var, nə gözəl alqışlayıram, məndə yoxdur. Mən bu levela qalxmaq üçün nə edə bilərəm özümün ən üst versiyasını çıxartmaq üçün. Bu, həqiqətən özgüvən formalaşan bir şeydir. Anadan gələndə bizdə özgüvənli doğulmuruq ki, zamanla illər keçdikcə ailənin münasibəti, özümüzə olan münasibətimiz bizdə bu bacarığı formalaşdırır. Yox, əgər biz digərlərinə fokuslansaq və yaxud da kimdəsə bu var, bunu əldə etmək üçün görə mən nə edə bilərəm və yaxud da siz dediyimiz kimi day-dayıma nə qədər güvənə bilərəm ki, məndə hər hansı bir xüsusiyyəti formalaşdırsın. Day-day, yaxud da ki, arxamdakı insan bizdə xüsusiyyət formalaşdırmır ki, bizə nələrisə şərait yarada bilər. Amma daxili xüsusiyyətimizi, özümüzə olan münasibətimizi ancaq özümüz formalaşdıra bilirik. Əsasən bu insan həyatında özünü ən çox ətrafında işində göstərir, dostluq münasibətində göstərir, özgüvəni olduğunu göstərməyə çalışanda da bəzən sənin Azərbaycan xanım dediyi kimi özündən razı kimi görməyə başlayırlar. Bəzi insanlar da var, bizim qoyduğumuz sorğu yerləşdirmişdik. Bəndlərdən birində diplom və sertifikatlardan danışırıq. Bəzi insanlar var ki, özgüvəni sadəcə diplom və sertifikatlarına əsaslanaraq deyirlər. Deyir, mənim diplomum var. Artıq mən nə danışdığımı bilirəm. Nəyəsə güvənmək özgüvənli olmaqdırmı? Amma bu söhbət əllə tutulacaq diplomlardan və sertifikatlardan gedir. Sizə deyə bilərəm ki, yetərincə tanıdığım insanlar var ki, en qədər diplomları və sertifikatları var və insan var ki, bir diplomu var, amma o qədər səlis düşüncəyə və sağlam addımlara malikdir ki, hansı ki, o diplomların sayı yanına müqayisə etsək heç ölçülə biləcək bir şey deyil. Bizim şəxsi dəyərlərimizi, insanlara olan münasibətimizi və ümumiyyətlə dünyaya baxış açımızı diplomlar və sertifikatlar bəlirləmir. İnsan ola bilər ki, həqiqətən də var, buna bələdəm, görmüşəm də, yəni çox diplomları var, amma çox sertifikatları, nələrisə var dedikləriniz, adları, sanları haralardan gəlir, amma o insani münasibətlərdə və həyata, baxış açısında, prizmalarında o qədər baxırsan ki, düzgünlük
söhbətindən gedə bilmir də burada Bu söhbət. uşaqlıqdan qalan travmalar əsasında. Bəli, biz nələrisə kompensasiya etmək üçün o diplomlara, kağızlara əsaslanaraq deyək ki, mənim diplomlarım var, mən hər sözü düz deyə bilərəm kimi. Amma əslində Heç o də deyil. doğru deyil. Yəni Buyurun Nigər xanım. Aygün xanım, ümumiyyətlə münasibətlərdə özgüvən hansı problemləri yarada bilər cütlüklər arasında? güvənin olması, olmaması. Yəni çox özgüvənli olması. Bir adam Münasibətlərə deyir ki, təsir hə, mən edə çox bilərmi? özgüvənli biriyəm. Yəni yox, münasibət əsasında, yəni tanış olurlar, yəni cütlüklər. Bu özgüvənlilik, aşırı özgüvənlilik hansı problem yarada bilər? Çünki biz görürük ki, boşanmaların səbəblərindən ən çoxu insanlar arasında münasibətin düzgün qurulmamasıdır. Biri digərini aşağılamaq və yaxud da daim əzmək, bu düzdür, narsistliyə də gətirib çıxar. İstərdim bu barədə danışaq, çünki cütlüklər arasında anlaşılmazlıqlar indi daha çoxdur. Və insan tanış olanda əslində özünə uyğun insan, öz dünya görüşünə uyğun insan tapsan, bu da təəssüflər olsun ki, indi çətindir elə bir seçimlər eləyəsən, çünki hər şey sənin istədiyin kimi olmur. Yəni bu münasibətlərdə bunu necə, balansı necə qoruyaq? Ümumiyyətlə vurğuladığınız ki, çox həddən artıq özgüvənli insanlar aşağılayırlar əks tərəfi. Bu özgüvən deyil. Həqiqətən özgüvənli olan insan heç vaxt qarşıdakı insanı aşağılaya bilməz. Niyə? Çünki sən bilirsən ki, səndə də bu xüsusiyyət olmuyor, yoxdur, sən də zamanla bunu aşılamısan özünə, gəlmişsən bu səviyyəyə. Bu insan sizcə nə qədər aşağılaya bilər qarşındakı insanda bu xüsusiyyəti ki, yəni sən əgər real baxa bilirsənsə, dürüstsənsə, özünə qarşı olan münasibətində dürüstsənsə, qarşındakı insana qarşı da dürüst olacaqsan. Əgər sən qarşındakı insanı məndə bu özgüvən var deyə aşağılayırsansa, səndə bu həqiqətən yoxdur. Sadəcə olaraq o maskanı geyinirsən, o cildə girirsən ki, məndə bu var, səndə bu yoxdur, sən necə aşağı bir insansan deyə aşağılayırlar. Bu sağlam özgüvənli münasibətdə olmur belə bir problem. Bu başqa bir mövzudur. Yəni dediyim kimi şəxsiyyət, psixoloji, emosional, psixi və yaxud da psixoloji pozuntuların nəticəsində yaranan bir problemlərə gətirir, çıxardır münasibətlərdəki bu sadaladığınız durumlar. Amma özgüvənli insan, sağlam özgüvənli insan. Deyərdim ki, yəni qarşındakı insan, tutaq ki, iki variant seçsək, biri özgüvənli, bir cütlükdə özgüvənlidir qarşındakı insan, digər tərəfdəki özgüvənsizdir. Özgüvənli olanda təbii ki, insanlar bir-birlərinin dəyərlərinə hörmətlə yanaşacaq, daha yaxşı bir münasibətə gəlib çıxacaq, dəyərlərinə hörmət eləyəcəklər. Mənim dəyərim budur, qarşındakı insanda dəyəri budur, biz orta bir balans tapaq, yolumuzu gedək. Bu iki tərəfin sağlam özgüvənli münasibətidir. Burada daha yaxşı bir münasibət yarana bilər. Əgər ki, ikinci variantdakı bir tərəfdə özgüvən var, digər tərəfdə özgüvən yoxdur, sağlam özgüvən varsa. Təbii ki, qarşıdakı insanın daha özgüvənli olması üçün ona dəstək ola bilər. Və yenə bu lazımi səviyyəyə gələ çıxa bilər. Yox, əgər boş özgüvəndirsə, yəni özgüvən adı altında hər hansı bir psixoloji narahatsızlığın əsasında özgüvən kimi göstərirsə, o münasibət heç vaxt yarana bilmir. Və bir də olur ki, münasibətlərdə zamanla hər hansı bir cütlük tərəfində sözün əsl mənasında özgüvən formalaşır, öz dəyər formalaşır. Və bundan sonra boşanmalar dedikləriniz əslində ona görə artır ki, insanlar bir müddət sonra öz dəyərinin fərqində olurlar və qarşı tərəfdən bu dəyərə hörmətlə yanaşmasını istəyəndə qarşı tərəf bunu qəbul etmir və gətirir boşanmaları çıxardır. Aygün xanım, elə Nigər xanımın sözünə bir qüvvət deyək. Kənardan özgüvənli insanı ilk vizual olaraq necə tanıya bilərik? Necə göstərir özgüvənli insan özünü? Həqiqi özgüvən? Bəli. Mən deyərdim ki, sizə həqiqi özgüvən sakit bir gücdür. Sakit bir gücdür. Əgər bir insan sözün əsl mənasında həqiqətən özünə güvənirsə, o heç vaxt görməzsiniz ki, haylı, küylü, əsən, coşan belə bir xüsusiyyətdə olsun. O mütləq özünə güvənir axı, sakit pozisiyada olur. Və lazım gələndə özgüvənini göstərə bilir. Bu bir söz var, deyir, danışmaq gümüşdürsə, Susmaq qızıldır. Yəni biz onda belə çıxır ki, sadəcə sakit dayanan adamlara indi baxdığında biz özgüvənli olaraq düşünürük. Bir də görürsünüz ki, o özgüvənsiz bir, danışmağı sevməyən, çəkingən bir insan çıxır. Onda ikiləm arasında qalırsan. İnsan əgər müşahidə etsəz, onun bədən dilindən, oturuşundan, duruşundan, baxışından, sakit duruşundan belə siz anlaya bilərsiniz ki, o insan nə dərəcədə özünə güvənlidir. Əgər bir insan girir bir yerə, məsəl üçün, bədən dili qapanıqlıdırsa, göz kontaktı qura bilmirsə, heç cürə ünsiyyətə girə bilmirsə, o... Mən deyərdim ki, elə göz kontaktının qurulması belə ən birinci mənim üçün özgüvən odur.
bədən dili odur ki, yəni göz kanalımız, bədən dilimiz, danışığımız, yəni ifadə etmədən öncə özünü artıq sən informasiya ötürə bilirsən qarşı tərəfə ki, mən necə biriyəm, nə qədər özümə güvənə bilirəm və yaxud da güvənə bilmirəm. Maraqlı bir sən deyir, mən də izləyici sual verim. Bəli, izləyici sualı var ki, deyir ki, bir insan qarşındakının özgüvənini qıran, yerə vuran o paxıllıqdanmı irəli gəlir, yoxsa hansı xüsusiyyətlərini, yəni daim alçaldıcı, yəni demək istəyirlər. Bunun bir də bərpası necə? Yəni uğursuzluq yaşayan insan, bir travma qəbul edən insan bunu necə özgüvənini yenidən necə bərpa edə bilər? Əla, çox qəşəng sualdır. Əslində bunu vurğulamaq istəyirdim, yadımdan çıxmışdı. Əslində əgər bizim həqiqətən özgüvənimiz varsa, qarşımdakı insan mənim özgüvənimi parçalamaq və yaxud da ki, hər hansı bir hörmətsizlik etmək istəyirsə, mən həqiqətən ona sərhəd bağı qoya biləcəm. Ki, mənlə belə davrana bilməzsən, mənlə belə danışa bilməzsən, burada sərhəd qoya bilirəmsə. Özgüvənli insanın əsas xüsusiyyətlərindən biri odur ki, qarşındakı insana yox deyib sərhəd qoymağı bacarır və bunu hər hansı bir hörmətsizlik və pislik kimi görmür. Sadəcə olaraq özünə qarşı olan münasibətə bu formatda icazə vermirsən ki, mənlə belə danışma, mənlə belə davrana bilməzsən. Təbii ki, ətrafımızda, qarşılaşdığımız insanlarda olacaq belə bir münasibət. Və sən nə qədər özünə güvənirsənsə, o qədər də buna icazə verməyə bilərsən və bu sənin tam real haqqındır. Burada sənin özgüvən səviyyən ortaya çıxır ki, sən nə qədər özünü qoruya bilirsən, öz sərhədlərini, dəyərlərini qoruya bilirsən. Vurğuladım ki, özünə olan münasibətin. Sən özünə olan münasibəti harda, nəyə, nə qədər icazə verib vermədiyini biləndən sonra biz buna deyirik dəyərlər sistemi. Sən qarşıdakı insanın sənə qarşı olan münasibətini artıq bəlirləyə biləcəksən ki, mənlə belə davranmaq olarmı və yaxud da belə davranmaq olmazmı? Onu biləndən sonra sən artıq həni və yaxud da yoxu deyə biləcəksən. Bəzən biz insanlar bilmirik ki, hələ fərqində deyirik ki, bizə qarşı nə cür yanaşıla bilər və yaxud da nə cür yanaşıla bilməz. Bu sərhədi tam qoya bilirik. Eynən. Biz öncə özümüz bilməliyik sərhədlərimiz nədir. Deyirik bu dəqiqə hər yerdə belə bir mövzular olur ki, sərhəd qoy. Amma ilk öncə biz insanlar sərhədlərimiz nədən ibarətdir onu bilməliyik. Sərhədimizi özümüz bilməliyik ki, ondan sonra sərhəd çəkməyə başlayaq. Bir izləyici sual var idi. Çox maraqlı bir sualdır. İş görüşməsi ilə bağlıdır. Deyir, özgüvənli insanın iş görüşməsinə getdikdə ilk öncə əllə salamı o verməlidir, yoxsa qarşıdan həmin salamı gözləməlidir? Bəzən onu internetdə göstərirlər, deyirlər, özgüvənli insan qapını açanda əyilməməlidir, dik girməlidir, girəndə əlini uzadıb birinci görüşməlidir. Necə dəyərləndirir psixoloqlar bunu? Əslində, etik kodekslərə əsaslanaraq deyə bilərəm ki, əgər biz hər hansı bir iş görüşməsinə getmişiksə, qarşı tərəf təbii ki, bizdən bir pillə üstündür və biz gedirik ki, dəyərləndirilək nə dərəcədə həmin işə uyğunluq və yaxud da uyğun. Qarşı tərəf əgər əlini uzadarsa, biz əlimizi uzadıb salamlaşa bilərik. Yoxsa biz gediriksə, əlimizi uzatmağımız etik deyil. Etik deyil, məncə də. Bunu özgüvənlə əlaqələndirirlər sosial şəbəkələrdə ki, özgüvənli insan içəri dik girir, gəlir birinci əl uzadır, görüşür. Yəni, qarşı tərəfdə ona baxır, deyir ki, bu adam işi bilən, bu adam tamamilə özünə güvənən bir insan ki, belə hərəkət edir. Otağa dik girə bilərsiniz hər bir yerə. Zaten hər bir mühitə daxil olanda dik giriş mütləqdir. Bu insanın bədən dilindən qarşıdakı informasiya ötürürsünüz. Amma içəri girərkən əl verib görüşmək, bu əgər eyni pozisiyadasansa bunu edə bilərsən. Yox, əgər hər bir rəhbərin otağına girirsənsə, əl verib uzatmağımız etik deyil. Təşəkkür edirik Aygün xanım, minnətdarıq. Özgüvəndən danışdıq. Özgüvən mövzusu çox geniş bir mövzudur. Sən də psixoloji aspektdən dəyərləndirsək, həddindən artıq çox danışa bilərik. Günlərlə, aylarla hətta danışmaq olar. Minnətdarlığımızı bildiririk. Əziz izləyicilər, qonağımız psixoloq Aygün Cəfərova idi. İndi isə